Vətən müharibəsində qələbənin 5-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs ant yeri olan Şəhidlər Xiyabanını ziyarət ediblər. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdilər. Dövlətimizin başçısı əbədi Mərşəl abidəsinin önünə əklil qoydu. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Vətən müharibəsində qələbəmizə həsr olunmuş hərbi parada hazırlaşan paytaxt mənzərəsini seyr etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Vətən müharibəsində qələbənin 5-ci ildönümü münasibətilə Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyaraq xatirəsini ehtiramla andı. Sonra 1-ci xanım Mehriban Əliyeva ümumilli liderin xatirəsini yad etdi. Dövlətimizin başçısı və 1-ci xanım Ulu Öndər Heydər Əliyevin ömürgün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olundu. Azərbaycan xalqı 8 noyabr Zəfər günü ilə əlaqədar hərbi memorial məzarlığa axın edir. Azərbaycan xalqı hərbi memorial məzarlığa gələrək torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın məzarlarını ziyarət edirlər. Şəhidlərimizin məzarları önünə güllər düzülür, onların əziz xatirəsi yad olunur.